Herkese salam dostlar. Burası haradır sizce? Gəncədə yerləşən Göygöldür. Göygölün burası bağlıydı. Heyif ki, çayxanası bağlı. Ama yani buraya bir dənə bu dağ, meşələr üçün gəlmək belə möhtəşəm idi. Belə yokuşlar çox uzundu. Yəni mən dözə bilmədim. Burada belə diqqət, yəni bunlar yəni ola bilər, olmaz deyir məsələn. Qarşınıza heyvanlar çıxa bilər. Buranın meşəsi superdir. Bu arada dostlar, o bağlanan yer inşaat su bağlandı. Yəni orası asfalt. Burada belə fərqli güllər çoxdur. Hər kəs əlində güllə aşağı enir. Burada deyir, xahiş olunur ətrafı zibilləməyin. Burada isə göldə çimək qəti qadağandır deyir dostlar. Burada Göygölün özünə məxsus bir oteli var. Buranın meşəsi dediyim kimi superdir. Sizin hər biriniz bura dəvət edirəm. Burada anam əlimi tutdu və dedim. Ben burada maşını çox bəyəndiyim üçün çəkdim. Heç nəyi çəkmədim ay dostlar. Yəni buranın meşəsi, ağacları, hər şey yəni möhtəşəm idi. Soyuqluğunu desəz donduq. Siz yanınızda belə balaca kilimi hər biriniz donacaqsınız. Biz bura hazırlıksız gəldik. Bilmirdik ki, dağın üzeri bu kadar soyuq olacaq. Demişdik yaydı da, isti olacaq da. Ne olacaq ki? Geldi, gördüğü hava çok soyuq idi. Burada gördüğünüz kimi kız bize güllər verdi ve dedi. Ben niye belə nağıl kimi danışdığımı bilirəm dostlar, üzülür sayın. Buranın hər yeri çox gözəldir, yəni. Sizə tavsiyem budur ki, bura gəlin mütləq. Buranın görməsi. Burada zibillərin yəni yerə atmaq qadağandır. Burada isə meyvələr var. Bu meyvələr Göygölün bütün ərazisində yerləşir. Yəni ki, hər biriniz bunlardan görə bilərsiniz. Zoğal məsələn də indi burada heyvanlardır. Göygöldə bunlar görmə şansınız var əslində. Meşəsinə girəndə bunların hamısını görə bilərsiniz. İnan da var, çöl pişiyi de var, qoyun rayı da var, yaşıl qurd, çöl donuzu da var, adi tülkü de var. Burada isə bizə deyir ki, bunlar qadağandır. Çadır qurmaq məsələn, mahnı açmaq qadağandır. Burada uşaqlar üçün gözəl bir oyun meydançası. Burada hər yerdə mağaza tapa bilərsiniz.